60 yaşa iş var yoldaşlar. 60 yaşa iş var. Nə işidir bu? Operator işidir. 21-60 yaşlı bir xanımsınızsa, yəni bu işə müraciət edə bilərsiniz. Özdə qeyd edeyim ki, part-time bir işdir, yəni az saatlı bir işdir. Səhər saat 11-dən günorta 4-ə qədər variantı da var. Bir də günorta 3-dən axşam 8-ə kimi olan variantı da var. Misal üçün, neçə saat eləyir? 5 saat eləyir də yoldaşlar. 5 saatlıq bir işin qarşında nə verir sizə? Misal üçün, birinci variantda verir, bu səhər növbəsi, belə deyək, günorta növbəsi olan variantında. Günorta 4-ə qədər olan variantında. Verir 250 manat maaş, üstə gəldə bonuslar da var. Amma o birisində isə 50 manat yüksəkdir əmək haqqı, 300 manatdır. Ümumiyyətlə, 60 bu xanımlar üçün olan bir işdir, yoldaşlar. Amma belə xanımlar üçün olmayan, 55 yaşa qədər olan işlər də kifayət qədər olur. Və yaxud da 60 yaşa olan başqa işlər də ola bilir. Bəzən hətta 65 yaşa da nadir hallarda olsa da belə ola bilir, yoldaşlar. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da fərqli sahələrdəki işlərdən də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmazlıq sətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yazа bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun. Toğrul Əcəboğlu kanalı. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.